Salam dəyərli izləyicilər, bugün sizə növbəti süni intellekt aləti barədə məlumat verəcəm. Ideogram proqramı daxil oluruq. Gördüyünüz kimi belə bir səhifə açılır. Burada əsasən promptlar üçün hazırlanmış bir proqramdır. Demək olar ki, hər stildə, hər növ olan prompt burada var. Məsələn, stillərə keçirik. Burada bizə art stil lazımdır. 3D formatında prompt istəyiriksə, burada bunu seçirik və ya animation olan üzərinə bulmadan kopyalayırıq. Və hər hansı birini kopyalananda gedirik məsələn Gemini-ya. Gemini-da bu promptu yapışdırırıq və öz şəklimizi əlavə edirik. Bu promptu yapışdırırıq. Şəkli əlavə etdik və kopyaladığımız promptu yazırıq. Daha sonra göndəririk və şəklimiz hazırlanır. Gördüyünüz kimi prompt axtarmağa, prompt yazmağa ehtiyac qalmır. Daha dəqiq, daha kreativ, maraqlı promptları biz oradan götürə bilirik. Gördüyünüz kimi belə bir şəkil hazırlanır. Qaydıq proqramımıza. Gördüyünüz kimi burada çoxlu belə promptlar var. Hər sahə üzrə promptlar var burada. İstədiyimiz promptu götürüb, istədiyimiz süni intellekt alətində yoxlaya bilirik və ya hazırlaya bilirik. Uğurlar olsun.